Salam əziz dostlar. Deməli, dünən TikTokda canlı yayım açaraq Çeviş bəylə ilk insan yaradılışı mövzusunda geniş bir debat apardıq. İki fərqli dünya görüşünün nümayəndəsi olaraq bir müsəlman və bir ateist kimi ekran qarşısında əyləşib sivil, etik və elmi çərçivədə bir müzakirə ortaya qoymağa çalışdıq. Lakin canlı yayım boyunca ekranın altında keçən şərhlər özünü dırnaqarası mütərəqqi, azad fikirli və humanist elan edən bəzi inancsız kütlənin mənəvi simasını və daxili aqressiyasını bütün çılpaqlığı ilə ortaya qoydu. Hər fürsətdə İslamı qılınc dini, dindarları isə radikalist, aqressiv, ekstremist adlandıran bəzi inancsız izləyicilər canlı yayımın rahatlığından və anonimliyindən istifadə edərək mənə qarşı dolayı yolla mənəvi hücuma keçdilər. Etik qaydaları ayaqlar altına aldılar. Bu acınacaqlı mənzərəyə qarşı bir neçə fundamental arqumenti qeyd etməyi və həmin şəxslərə müraciət eləməyi özümə borc bilirəm. Bir debatda qarşı tərəfin gətirdiyi fikirlərə elmi, məntiqi və ya fəlsəfi cavab verə bilməyib, təhqirə, şəxsiyyətə hücuma keçmək intellektual məğlubiyyətin rəsmi etirafıdır. Əgər bir insanın əlində real arqumenti varsa, o klaviatura arxasında gizlənib nifrət qusmaz, savadı ilə, elmi ilə danışar. Canlı yayımda qusulan o sözlər əslində mənəvi inancsızlığın gətirdiyi daxili boşluğun və arqumentsizliyin aciz çığırtısıdır. Siz axı hansı təkamüldən, hansı humanizmdən, hansı inkişafdan danışırsınız? Sizin şuur və azad düşüncə anlayışınız sadəcə sizlə eyni fikirdə olmayan insanı mənəvi baskıya məruz qoymaqdır. Dinə gerilik damğası vurub, özünüz canlı yayım şərhlərində orta əsrlərin barbarlığından betər bir üslub nümayiş elətdirirsiniz. Deməli, bioloji olaraq təkamül eləsəz də, əxlaqi və insani cəhətdən hələ də ibtidai icma quruluşunda qalmısınız. Mədəniyyət profilin arxasında gizlənib nifrət yaymaq deyil, hər bir şəraitdə, hər bir halda insan qala bilməkdir. Canlıda mənə yazılan o kobud sözlər, qabarıq ifadələr, etikadan kənar rəylərin heç birinə eyni şəkildə cavab vermədim. Heç vermərəm də, təmkinimi qorudum. Bu mənim acizliyimdən və ya söz tapmamağımdan deyil, aldığım ailə tərbiyəsindən və mənsub olduğum dinin mənəvi qanunlarındandır. Çünki hər kəs öz daxilində olanı ikram eləyir. Canlı yayımda yazılan hər bir kobud ifadə, kobud şərh əslində mənə yox, onu yazanın özünə, öz ailəsinə və daxili mədəniyyətsizliyinə tutulmuş bir aynadır. Mənim səviyyəmi aşağı salmağa sizin mənəvi gücünüz əsla çatmaz. Biz Çeviş bəylə fərqli düşüncədə ola bilərik, fərqli ideologiyaları müdafiə edə bilərik və canlı yayımda da bunu mədəni şəkildə elədik. Normal olmayan, özünü mədəni və mütərəqqi hesab eləyən, inancsız, dindar kütlənin sivil bir yayımı mənəvi terror meydanına çevirməsidir. Normal olmayan bilirsiniz nədir? Özünü mədəni və mütərəqqi hesab eləyən inancsız kütlənin sivil bir yayımı mənəvi terror meydanına çevirməsidir. Sizin o şərhləriniz mənim inancımı sarsıtmadı. Əksinə, İslamın gətirdiyi mənəvi tərbiyənin, mənəvi dəyərin və təmkinin sizdəki inancsızlıqdan, xaosdan nə qədər üstün olduğunu hamıya sübut elədi. Argumentiniz yoxdursa, heç olmasa insanlığınızı qoruyun. Çünki kobud sözlər sadəcə öz sahibini alçaldır. Mənim tabi olduğum din öyrədir ki, insanlara qarşı mehriban ol, etik qaydalara əməl elə. Sizlə mənim aramda olan əsas fərq budur və insanlar bunu əyani şəkildə müşahidə elədilər.